Dəyərli izləyicilər, bu gün mən sizə Xətai rayonu Gənclik Parkının yaxınlığında yerləşən binadan mənzil təqdim edəcəm. Hal-hazırda binanın həyətini sizə göstərirəm. Abad həyətdə yerləşir və binanın həyətində meydançası, parkı mövcuddur və bina dövlət tərəfindən tam təmir olunubdur. Tam Gənclik Parkının yaxınlığındadır, 2 dəqiqəlik məsafədə yerləşir. Həyətini göstərirəm. Keçək mənzilin daxilinə sizə tanış edeyim və qiymət videonun sonunda deyiləcək. Mənzilin daxilindən təqdimata davam edirik. Qeyd edirəm ki, mənzilimiz 2 ev layihə ilə 9 mərtəbədən 9-cu mərtəbəsindədir və 2 otaqdan 3 otağa düzəldilmiş mənzildir. Mənzilin ümumi sahəsi 65 kvadrat metrdir. Qaz, su, işıq daimidir, isti sistemi mərkəzidir. Mənzil təmirdən yeni çıxıb və yaşayış olmayıbdır, super təmir olunubdur. İpoteka yararlıdır, binanın lifti yenidir, həyət abad həyətdir. Qonaq otağını göstərirəm sizə və tam yer çəkən, yəni skvaznoy mənzildir. Və buradakı qonaq otağının 2 pəncərəsi var və buradan heyvan hissəsinə mətbəx yığılıbdır. Girişi qonaq otağındandır və tam göstərirəm sizə. Proyekt çox gözəldir və təmir müasir üslubda olubdur. Və mənzilimizin giriş yol hissəsini göstərirəm sizə. Giriş yol hissəsi, giriş qapısı və burada dəhliz dolabı yığmağa yerimiz var. Ümumi görüntü yol hissəsini və mənzilimizin birinci yataq otağı. Bu proyektin özəlliyi bütün otaqların birbaşa çölə pəncərəsinin olmağıdır. Yataq otağımız və yataq otağından da birbaşa balkona çıxışımız var. Mənzilin pəncərələrin baxışı birbaşa Gənclik Parkınadır. Gənclik Parkın tam yanında yerləşir, 1 dəqiqəlik məsafədədir və mənzilimizin uşaq otağı, ümumi görüntüsü. Ən əsası İpoteka əldə eləmişsinizsə, siz bu mənzili ipotekaya sala bilərsiniz. Sənədlər tam qaydasındadır. Hamam sanitar qovşaq ayrı-ayrılıqdadır. Mənzilimizin hamam otağı və mənzilimizin sanitar qovşağı. İndi isə məlumatdan sizə xatırladıram. Mənzilimiz Xətai rayonunda Gənclik Parkının yaxınlığında yerləşən 9 mərtəbəli binanın 9-cu mərtəbəsindədir. Bina 2 ev layihəli binadır və mənzil 2 otaqdan 3 otağa düzəldilmiş mənzildir. Ümumi sahəsi 65 kvadrat metrdir. Qaz, su, işıq daimidir, isti sistemi mərkəzidir və ən əsası təmirdən yeni çıxıbdır və mənzildə yaşayış olmayıbdır. Tam yer çəkən skvoznoy mənzildir və kupcalıdır, ipoteka yararıdır və bu mənzilin başlanğıc qiyməti 133 min manatdır. Qiymətdə real alıcıya cüzi endirim olacaq və əlavə nə məlumat almaq istəsəniz linkdən nömrə qeyd edəcəm, əlaqə saxlayın və mənzilə baxış keçirəyin. Qiymət bazar dəyərindən çox aşağı satdır mənzilimiz. Yəni bu qiymətə, bu ərazidə, bu təmirdə mənzil əldə edə bilməzsiniz. Zaten orta mərtəbə olsa buranın qiyməti 150 mindən yuxarıdır. Mərtəbəsinə görə də qiymət aşağıdır. Əlavə nə sualınız olsa zəng eləyin, tam məlumat verək. Sağ olun.